Bu günler Əhl-i Beyt əleyhisselamın əzalı günləridir, dərdli günləridir. Ölənlər ki, dünyadan köçənlər ki, şəhid oldular, canları qurtuldu bu dünyanın bəlasından. Amma vay o gündən Zeynəb əsirlərə rəhbərlik eləyir bir xanım. Gedirlər məlun Yezidin sarayına doğru. Vay o gündən insan dünyaya aldana və dünyada bədbəxt ola. Allah Həzrəti Hüseynə xatir əlimizdən tutsun bu dünyada. Deyirlər, Əbdülməlik ibn Mərvan elə ki, Müsəb ibn Zübeyri məğlub elədi. Allah hər ikisinə lənət eləsin. Müsəb'i məğlub eləyəndən sonra Müsəb'in başını kəsdilər, gətirdilər Küfədə Darül İmarənin qarşısına. Yəni o sarayın, o lənətə gəlmiş sarayın qarşısına. Bu başladı Müsəb ibn Zübeyrin başına çubuqla vurmağa və iftixar eləməyə ki, bax görürsən, səni də məğlub elədim. Artıq şahlıq mənimdir, artıq dünya mənimdir. Bir də gördülər, Əbdülməlik ibn Ümeyr adlı biri gülür. Dedilər, nəyə gülürsən? Dedi, əmir, bütün bu sarayın qarşısında gördüyüm hadisələr ağlımdan geçir. İlk dəfə Ubeydullah ibn Ziyad məlun gördüm, yanında durmuşdum, oturmuşdum, gördüm ki Hüseyin ibn Əlinin başını qoyub qarşısına, çubuqla vurur dodaqlarına, gülür. Deyir, gördün, Allah səni məğlub elədi, məni qalib elədi. Biraz keçmişdi üzərindən, bir gün muxtarla oturmuşdum bu sarayın önündə. İbn Ziyad məlunun qafasının başını gətirdilər, qoydular muxtarın qarşısına. Ki, muxtar ona qələbə qazandı. Allah rəhmət eləsin muxtar. Biraz keçəndən sonra məlun Müsəb ibn Zübeyr muxtara qələbə çaldı, yendi muxtarı. Muxtarın başını kəsdilər, gətirdilər bu sarayın qarşısına. Mən də oturmuşdum Müsəblə yan-yana. Muxtarın dişlərinə çubuqla vururdu, ağzına vururdu, deyirdi, gördün sənə qalib gəldim. Hepsi aynı sarayın önündəydi. Bugünkü gördüm, sən də çubuğu götürmüsən, Müsəbin kəsilmiş başına çubuqla vurursan, deyirsən, gördüm, mən qalib gəldim. Sən demə, bu dünya necə bir dünyadır ki, bu tarix keçdikcə bu hadisələr təkrarlanır. Bu qədər zülm elədilər ki, saraylar bunlara qalsın, amma sonda özləri bu hala düşdülər. Məlun Əbdülməlik deyir, əmr elədi ki, dərhal bu imarəni sökün, yerlə bir edin. Ondan sonra Küfənin Darül İmarəsini söktürdü, yerlə bir elədi. İnsan bu dünyada əgər istəyirsə din marifi ilə yaşasın, heç din deməyək, vicdanla, sağlam düşüncə ilə, əqidə ilə yaşasın, İlk şərti mərifətdir ki, insan Allaha mərifət olmalıdır. Mərifət olmasa, dünya insanı zəlil eləyər, dünya insanı bədbəxt eləyər. Əmir-əl-Müminin əleyhissalatu vesselam bir hədisdə buyurur ki, Mən cəmiə sittə qisalin ləm yədə'l lil-cənnəti mətləbən. Hər kimdə əgər 6 dənə xüsusiyyət, huy cəm olarsa, 6 dənə özəlliyi olarsa, cənnət üçün başqa bir tələbə ehtiyac yoxdur.
Bundan cənnət yetər onun üçün. Və la anin nari məhraban. Və hər kim əgər bu 6 xisləti özündə cəm eləsə, cəhənnəmdən qoşmaq üçün də başqa çox çalışmağa ehtiyac yoxdur. Əgər bu 6 şey onda olarsa yetər. Dedilər, ya əmirəl-müminin, nədir bu xüsusiyyətlər, bu xasiyyətlər ki, insanı cənnətə aparır, cəhənnəmdən xilas edir? Buyurdu ki, mən ərəfəllahə fəətəə. Birinci budur. İnsan Allaha marifət bula bu dünyada. Marifət yəni tanımaq. Tanıya öz Rəbbim bu dünyada. Və ətaə və ona itaət eləyək. 2 şart bir yerdə cəm olub. Biri budur, insan istəyirsə bu dünyada xilas olsun, tarixin gülüstanına düşsün, cəhənnəmə getməsin. Birinci budur, Allah'a mərifəti olmalıdır, Allah'ı bulmalıdır, tanımalıdır. Əmirəl-müminin Nəhcül Bəlağada buyurur ki, əvvəluddin mərifətu. Dinin ilk adımı Allah'ı tanımaqdır. Maalesef insan bazen din adı altında bir ömür yaşayır, bir ömür ibadet eləyir, bir ömür Allah Allah deyir ama Allah'ı tanımır. En büyük dərd budur. Əmirəl-müminə dedilər, ya Əli, sən Allah'ı görürsən heç. Dedi, mən görmədiyim Allah'a heç bir zaman ibadət eləmərəm. Dedi, ya Əli, necə olur ki, Allah ki, cisim deyil, necə görə bilərsiniz Allah'ı? Deyir, mən hara baxıram Allah'ı görürəm. Allah'a mərifət budur. İnsan həyatına gətirsin ilahi qanunları. İlahi qanunlara öz həyatında yer versin. Bu olur mərifət. Və mərifət nə zaman kamil olur? İnsan Allah'a tabi ola, itaət eləyə. İtaətsiz mərifət olmur. Yəni Allah bir əmr eləyəndə deməsin, burada belə olmalıydı, burada başqa türlü olmalıydı, yox. Mərifət budur, Rəbbdür, mən qulam, mən nökərəm. O nə desə odur. Ay, toplum nə deyər, cəmaət nə deyər, birinin hoşuna gidər, birinin hoşuna gitməz, yox. Mərifət budur ki, mən Allah'ı tanıdım, Allah'tan başqa bir şey yoxdur. 2. Və ərəfəl haqqa fəttəbə'əhu. Allah'ı tanıyandan sonra vazifə gəlir boynuva. Haqqı tanıyasan və ona tabi olasan. Əgər bu olmasa həyatda insanın heç bir ibadəti insanı xilas eləyə bilməz. İtaət və mərifət məsələsi çox mühümdür. Ki əgər mərifət olmasa itaət yanlışdır. İtaət olmasa mərifət yanlışdır. Mərifət dedikdə yəni tanımaq, Allah'ı olduğu kimi, bir Rəbb kimi, bir Allah kimi tanımaq. Əmirəl-müminin çox gözəl bir söz buyurur bu haqq üçün. Haqq nədir? İnsan görürsən bəzən deyir ki, evet, mən haqqı tanıyıram və ona tabiyəm. Deyir ki, filan kəs məsələn iş görürsə o haqdır. Filan kəs iş görürsə batıldır. Amma Əmirəl-müminin gözəl bir kəlmə buyurur. Deyir ki, haqq kişilərlə tanınmaz. İlk öncə sən haqqın nə olduğunu tanımalısan. Əgər haqqı tanıya bilməsin, insanlarda yanlışlığa düşərsən. Çox mühüm bir məsələdir. Bugün kimlərinsə haqqında hökm vermək istəyirsənsə, ilk öncə haqq olaraq onu tanıma, batıl olaraq onu tanıma. Haqqın özü gör nədir? Çox insan haqqın özün bilmir nədir. Məsələn, filan kəs onlara cami tikdirib, o haqdır. Nə desə doğrudur deyirlər. Yox qardaş, belə bir şey yoxdur. İlk öncə həqiqət, yəni Qur'anın hökmlərinin özü. Sən birinə fiyat vermək istəyirsən, dəyər vermək istəyirsən, onu Qur'anla müqayisə elə. Gör, o Qur'ana uyğundursa, haqqa uyğundur. Yox, Qur'ana uyğun deyilsə, haqqa uyğun deyil. Biz nə yapırıq? Bazen əksin yapırıq.
Qur'anı, hökmü. İndi Qur'an biraz ağır gəlir etmirlər. İlahi hökm deyəndə onu kimlənsə uzlaşdırırlar. Ona uyğundursa qəbul edirlər. Uyğun deyilsə qəbul etmirlər. Peyğəmbər Əkrəm özü buyurur, əgər məndən bir kəlmə duysuz, onu Qur'anla qarşılaşdırın, üz-üzə qoyun. Əgər Qur'ana uyursa götürün. Uymursa vurun duvara. Peyğəmbərin kəlamı olsa belə. Demək, bizim vəzifəmiz biri nədir? Haqqı tanımalıyıq və haqqa tabi olmalıyıq. Çünki baxın, Qur'an buyurur ki, وَلَا تَلْبِسُوا الْحَقَّ بِالْبَاطِلِ وَتَقْتُمُوا الْحَقَّ وَأَنْتُمْ تَعْلَمُونَ. Haqqa batil donu geyindirməyin. Haqqa batil donu geyindirməyin, haqqı gizlətməyin. Elə bir zaman gəlir ki, insanlar gördülər ki, din haqqa davət eləyir, demir haqqa gitməyin. Deyir, haqq mənəm. Haqq mənəm. Onun üçün də dünyada qərar verməmişdən öncə, hökm verməmişdən öncə 2 dənə vazifəmiz var haqq üçün. Biri budur. Bir məsələ haqqında konuşmaq istədiyimizdə öz öncül düşüncələrimizi o məsələdə qoyaq qırağa. Bu mənim dərdimə dəyərmi, dəyməzmi, mənə nə qədər zararı var, mənə nə qədər faydası var? Əgər bunları düşünüb hökm eləsin, heç zaman haqqa yetişə bilməzsən. Öz düşüncələrini o şey haqqında qoymalısan bir kənara. Öncül baxışın olmalıdır sıfırla, Qur'an baxışı ilə. İkinci budur ki, onu ki buldum, tapdım, ona tabi olmalısan. İmam Hüseyin ağanı çox insanlar buldu. Çox insanlar deyirdi İmam Hüseyin ağa haqdır. Ömər Səid deyirdi bunu, İbn Ziyad özü də bilirdi. Küfəlilərin hamısı bilirdi. Çoxsu bilirdi. Amma bunların müşkülü nərdəydi? Haqqa itaətdə. Şəxsi mənfəətlər, şəxsi istəklər, şəxsi dəyərlər. Əgər haqqa bununla qiymət vermək istəsin, hep yanlışa gedəcəksən. Öz düşüncələrinlə gedərsənsə yanlışa gedəcəksən. İlk qoymalısan hepsini qırağa, Qur'anla yaxınlaşmalısan məsələyə. Və ərəfəl batilə fəttəqa. İnsanın 4-cü vəzifəsi budur. Batili tanımalısan. Batili tanımalısan. Axı bu mənim qohumumdur. Axı bu mənim köylümdür. Axı bu mənim akrabamdır. Axı bu mənim dostumdur, yox. Əgər bu isimlərlə biz yola çıxarıqsa dində, haqqa və batilə qiymət vermək üçün akrabam, dostum, arkadaşım, sınıf yoldaşım girəcəksə məsələyə, burada heç bir zaman insan müvəffəq ola bilməz. Heç bir zaman. Hepsini qoymalısan, birinci batili tanımalısan. Küfəlilərlə Şamlıların bir farkı var idi. Küfəlilərlə Şamlıların bir farkı var idi. Küfəlilər haqqı tanıyırdılar, amma itaətləri yox idi. Əmir-əl-Müminin sabah axşam bunlar üçün din konuşurdu. Sabah axşam bunlar üçün hakikatları konuşurdu. Qaranlıq bir şey saxlamamışdı Əmir-əl-Müminin bunlar üçün. Tanıyırdılar, itaətdə problemləri var idi. İtaətdə müşkülləri var idi. Dünya ilə qarşı-qarşıya durdular, qəbul edə bilmədilər. Onun üçün xanım Zeynəb salamullah əleyha Küfədə konuşduğu zaman halkı hitab eləyir. Halkla konuşur ki, siz ihanət etdiniz Peyğəmbərin balasına. Siz ihanət elədiniz Allahın dininə, siz xəyanət elədiniz, siz xəyanətkarsınız. Amma Şamda belə değildi. Şamdakı qusur buydu ki, haqqı tanımadılar. Tanımadılar. Demək ki, əgər bir yerdə haqqı tanımaq var, itaət yoxdursa, cəhənnəmlikdir. Əgər bir yerdə haqqı tanımırsa və itaət yoxdur, yenə cəhənnəmlikdir. İkisi cəm olmalıdır. Bunun üçün ən gözəl bir nümunə Küfə ilə Şam halkıdır, toplumudur. Şam halkı tanımırdı. Konuşmuşduq öncədən, 20 yıl boyunca Bəni Ümeyyə özlərini haqq olaraq tanıtdırmışdı. Onun üçün də Kərbəla əsirləri Şama gidərkən Şamda sokakları tamamen bəzəmişdilər, süsləmişdilər.
evləri süsləmişdilər. Təbil çalırdılar, musiqi çalırdılar, oynayırdılar, özür dilərim. Çox şadlıqlar keçirirdilər Şamdakı. Niyə? Çünki dinin düşmənlərin əsir eləyiblər, nəuzubillah. Bunlar belə düşünürdülər ki, Yezid haqdır, Bəni Ümeyyə haqdır. Bir dəstə insan dinə qarşı çıxmışdı. Yezid Kərbəlada bunlarla savaşdı, onları məğlub elədi. Demək, bayram etmək lazımdır. Başlayırdılar bayram eləməyə. Elə bu Şam bugün də o Şamdır. Bu Şam bugün də o Şamdır. Niyə? Əmir Əl-Müminin deyirdi, artıq elə bir dövran gəlib ki, insanlar nankor olublar, haqqı tanımırlar, məzmunu buydu. Çünki bu Şam bu gün də özün irəli verə bilməyib, itaət və mərifətdə öncül ola bilməyib, bu gün də o Şamdır. Və hər kim də onların tarafındadırsa, onlar da onun yolundadılar. Onlar da böyle batıl yolundadılar. Niyə? Çünki tanımadılar haqqı. İstəmirlər tanısınlar haqqı. Haqqı tanımamaq insanı zəlil eləyər, mahv eləyər insanı. Bir zaman gələr, görərsən, Allah göstərməsin, zamanında yıllarla Hüseyin demisən, Əhl-i Beytə əzal saxlamısan, matəm saxlamısan, Əhl-i Beytün yaz günündə, əza günündə qətiyyən şadlanmamısan, zaman gələcək görərsən, Əhl-i Beytün dostları ilə savaşırsan, şənlik keçirirsən. Bunun səbəbi nədir? İnsanların mərifətinin olmaması, insanların haqq və batili tanımamaları. İlk şartımız tanımaqdır, tanımaqdır. İnsanları, çocukları 11 yıl, 13 yıl indi burada gətirib okulda otuzdurmurlar ki, zaman geçsin. Xeyr. Otuzdururlar ki, dərs oxusun. Okuldur da. Okul nə üçündür? Öyrənmək üçündür. Zaman geçirmək üçün deyil. 11 yıl zaman geçirirlər. Onlar ki, yalnız zaman geçirir, oradan bir şey ala bilmir, sınavdan kesilir. 11 yılı nə olur? İsraf olur. Şimdi buradaki 13 yıldır. 13 yıl okula gedib gəlib bir ömür. Sonra oradan ders alabilməyib, yalnız sınıfta oturmaq bunu xilas eləməz. Heç bir zaman. İmam Hüseyin ağa məktəbi də belədir. Əgər bu okuldan, bu məktəbdən dərs alıb həqiqətləri öyrənə bilməsin, bu məktəbin sənə faydası ola bilməz. Çünki bu 10 gün gəlir ki, biz bu 10 gün, bu 40 gündə o 40 gündən sonraki ömrümüzü düzəldək. İmam Hüseyin ağa 10 gün yaşamamalıdır içimizdə. Əgər İmam Hüseyin ağa 10 gün içimizdə yaşayacaqsa, bu va müsibətadır. Bu va müsibətadır. Necə ki, Küfəlilər İmam Hüseyin ağadan uzaq idilər, deyirdilər, ağanı sevirik, İmam Hüseyinlə yaşayırıq. Amma itaət yox idi, mərifət yox idi. Elə ki, bunlar İmam Hüseyin ağanın həyatın öz həyatına gətirməli idilər. Burada büdrədilər, burada aksiklik yaptılar, heç bir faydası olmadı. İmam Hüseyin ağanın bu məktəbi onun üçündür ki, biz Aşuranı həyatımıza gətirək, ömrümüzə gətirək. Ömrə gəlməsə 10 gün fayda verməz. Necə ki 11 yıl, 13 yıl gedirlər okula, zamanın mahv eləyirlər, öldürürlər, zarar görürlər. İnsan əgər 10 gün İmam Hüseyin ağanın məclisinə gələ, bu məclisdən mərifət əldə eləyə bilməyə, haqq əldə eləyə bilməyə, o 13 yıl okulda zamanın mahv etmiş insan gibidir. Biraz da işi zorlaşır. Niyə? Çünki gəlmişdim, öyrənmədim. Hak ve batil zamanla mistaqları değişir. Zahiren değişir. Ama eyni değişmir. Mesela zamanında Muaviye insanları nasıl aldadırdı? Namaz kılırdı, hacca gedirdi, ibadet eləyirdi. İnsanlar o meyar ki var idi, o zamanında qarar verməliydilər. Bu Muaviyyədi tanıya bilmədilər, məhv oldular. Bugünün də zamanının Muaviyyəsi var, bugünün də zamanının Yezidi var.
Oradakı Əmir el-Müminin deyir, insanlarla haqqa qərar verməyin. Birinci haqqın özün tanıyın, sonra şəxsləri tanıyın ki, baxın bu haqqa uyğundur, yoxsa yox, onda nicat taparsınız. Yox, əgər belə olmasa, elə mən filan kəsi nəzərimdə tutub, sonra bunu kötüləmək istəməsəm, o zaman bunun hər şeyinə haqdır onu geyindirərəm. Qabullana bilmir. Kimsə deyə bilmir, ha? Kimsə deməz hırsızlıq iyi bir şeydir. Kimsə deməz hırsızlıq iyi bir şeydir. Bu bilirsiniz nə zaman zor olur? Birinin Allah göstərməsin, oğlu getdi, hırsızlıq yaptı. Bunda deyə bilmirsən kötüdür. Bunu da deyə bilmirsən kötüdür. Çünki niyə oğlun girdi söz konusu oldu ortaya? Baban girdi söz konusu oldu ortaya. Baban İslam'a zarar vurdu. Oğlun İslam'a zarar vurdu. Olub da tarixdə. Bu həp olub, həp də davam eləyəcək. Onun üçün əgər biz babamız olaraq, oğlumuz olaraq, qardaşımız olaraq tarixə baxsaq, Kərbəla həmişə təkrarlanacaq. Yox, birinci bax, əgər bu haqdırsa, babam da bunu eləsə haqdır. Bu batildürsə, babam da bunu eləsə batildir. İnsanı xilas eləyən budur. Çox küçük bir məsələdir. Amma böyük həyatlar mahv olur ondan. Niyə? İnsanlar diqqət etmirlər bu məsələyə. İmam Hüseyin ağa bunun üçün qiyam eləmişdi. Ki, sən batilsən, batilsən. İki qardaş, biri Həzrəti Hüseynin yanında savaşırdı, biri Yezidin qoşununda savaşırdı. Əgər burada qardaşa görə qiymət verməli olsan, gedəcəksən qardaşının yanına. Hər kəs buna əvət deyir, hər kəs buna ləbbeyk deyir. Hər kəs. Kimsə buna yox demir. Amma həyatda baxırsan, bir qıraqdan baxırsan, görürsən, çoxu buna görə qərar verir. Axı qardaşımdır. Axı dostumdur. Məsələn, haram məclis eləyib, qardaşımdır, mən ona görə getməyə bilmərəm. Haram məclis eləyir, məsələn, arkadaşımdır, gitməsəm olmur. Bu baxış insanı məhv eləyir. Bu baxış insanı imamın qarşısına alır. Çünki yarın imamınla qardaşının arasında qalacaqsan. Kərbəla məktəbi bizə öyrədir ki, bu zaman qərar verməlisən din üçün. Haqq üçün. Və ərəfəd dünya fərəfədaha. Təşəkkürlər. Buyurur ki, dünyanı tanımalısan. Dünyanı tanımalısan və onu tərk edəcəksən. Nə qədər dünyanı tərk eləməsin, mümkün deyil Əhl-i-Beyt məktəbində qalasan. Əhl-i-Beyt məktəbin kimlər tərk eləyibsə, dünya üçün tərk eləyib. Ya dünyanın əzabından qaçmaq üçün, ya dünyanın şöhrətini qazanmaq üçün, ya dünyada saraylarda oturmaq üçün, məqamlarda oturmaq üçün. Mən bir video çıxdı qarşıma bu günləri. Peyğəmbər Əkrəm ki, Məkkəni fəth eləyirdi, ayə nazil oldu. Biz sənin üçün fəth elədik, sənə fəthi gətirdik. Bugün bir dənə hoca, bir dənə fasiq haqqında bunu təfsir eləyirdi. Deyirdi, bu ayə filan kəs haqqındadır. Camiləri xilas elədi, ora girdi, sanki deyir, bu ayə onun üçün nazil olub. Quran oxuyur, ha? Oldu bədbəxt. Oldu mahv. Niyə? Dünya üçün. Dünya üçün. Bunu basitə almayaq, ha? Çox küçük baxmayaq bu məsələyə. Vallah belədir. Kimisinin fiyatı 10 mindir. Kimisinin fiyatı 10 min deyil, 10 minə aldanmaz, 100 minə aldanar. Kiminin fiyatı 1 milyondur, kiminin fiyatı 100 milyondur. Aha, bəziləri deyir ki, daha 100 milyondan keçmək olmaz da. Yox, dünya dünyadır. Dünyanın bir kuruşu ilə 100 milyon aynıdır. Onun üçün deyir, istəyirsən Əhl-i-Beyt məktəbində qalasan, gərək dünyadan əl çəkəsən. Dünyaya bağlılığın varsa, o səni qoymayacaq Əhl-i-Beytin qapısına gedəsən. Gedərsən, ha, mühüm zaman gələndə ayrılacaqsan. 6-cı. Və ərəfəl axirətə fətələbəha. 6-cı budur. Ahirəti tanımalısan. Ahirəti tanımalısan ki, və onu tələb eləyəsən. İstəyəsən ahirəti. Vicdanən özümüzə sual verək. Vicdanən. Biz ahirəti tanımışıq. Məsələn, mən tam tanımamışam. İnsan özünə bu sorunu verməlidir. Mən ahirətə hazıram. Mən ahirətə iman gətirmişəm.
Ahirətə iman gətirmişəmsə dünyada əksikliyim olmamalıdır. İnsanın hər bir günahının kökü nəyə bağlanır? Ahirətə imansızlığından. Misal, bir haram məclisə gedirsə, demək orada ahirətə inanmayıb. Bir günah iş görürsə, demək orada ahirətə inanmayıb. İman gətirməyib. Allahın bir vacibatını qoyursa qırağa, demək o məsələdə Allahın ahirət qanunlarına iman gətirməyib. İman gətirsəydi bunu yapardı. Kim, əgər burada girib desələr ki, qapının dışarısında bir kişi qalıb, əlində də silahdır, deyir, kim çıxsa vuraram. Bir də çocuq gəldi, dedi, içəri gəldi, dedi ki, orada bir kişi qalıb, əlində də silah, deyir, kim o qapıdan dışarıya çıxsa silahla vuraram, onu öldürərəm. Kim çıxar dışarı? Kimsə çıxmaz. Kim dedi bunu? Bir dənə çocuq. Amma Allah 1400 ildir Quranda deyir ki, bu haramdır, bu haramdır, bu haramdır, bu haramdır, bu halaldır, bunu olmaz, bunu olar. Biz elə o qapıdan giririk, çıxırıq, elə yuxulu-yuxulu. Elə yuxulu-yuxu dünyada ki, Allah görəsən, akraban birdən söz deyər, qonşumun xoşuna gəlməz. Məsələn, filan şey haramdır, musiqi haramdır, birbaşa hədisdir də. Yəni, bizim sözümüz deyil ki, hədisdir. Dinimiz deyir ki, musiqi haramdır. Və mən getməsəm, qonşum inciyər, küsər məndən, arkadaşım küsər məndən. Bunlar gəlir, neynir insanı yavaş-yavaş gətirir, saxlayır imamın qarşısında. İmam zaman yarın gələcək, deyəcək, niyə getdin? Deyəcək ki, bağışla dağa. Birinci gün deyəcək, bağışla, ikinci gün deyəcək, bağışla. İmam bu sözü 10 gün camidə birinə desə, artıq 11-ci gün imam olacaq düşmən. Niyə mənim abrım gedir axı? 2 şart var. Ya özümü düzəldəcəm, ya da onunla qarşı-qarşıya çıxacam. Düzəldə bilməsəm, qarşı-qarşıya çıxacam. Üçüncü bir yolu yoxdur. Üçüncü bir yolu yoxdur. Və bu belə olub tarixdə, belə gəlib çıxıb tarixdə. Yəni, insan birdən-birə imamın qarşısında durmur. Heç bir insan elə hər şey yolundaydı, hər şey qaydasındaydı. Birdən çıxdı, qaldı imamın qarşısında, dedi, sən batilsən, sən yanlışsan, belə bir şey olmayıb. Yavaş-yavaş olur. Yavaş-yavaş olur. Onlar ki, dedilər, biz Peyğəmbərin zamanında yanımıza gəlsin, düzələrik, imamı görək, düzələrik. O imamı gördülər, düzəlmədilər. Çünki düzəlib görməliydilər imamı. Onun üçün bu 6 şey çox mühümdür. Mərifət və itaat. Sən şeytanı tanımalısan, sən Allahı da tanımalısan, ahirətə iman gətirməlisən, dünyadan üst çevirməlisən. Bunlar hamısı bir yerdə olmur. İkisi bir yerdə, dünya ilə ahirət olmur. İmam Hüseyin ağa gəldi, bizə bunu öyrətdi. Ya sən məndən qalacaqsan, ya da ondan. Mədinədən çıxarkən Kərbəlaya qədər nə deyirdi? Hep deyirdi ki, bu yolun sonu şəhadətdir ya. Yəni ahirətdir. Aha, o Kərbəlaya gedəndə insan görəsən arxadakılarından əl çəkə bilər. 18 min insanı Müslümin arxasından ayıran nə oldu? Dedi ki, hanımlarına dedilər ki, altınları, hancərləri, xəncərləri gətirin, silahları gətirin, altınları götürün. Bir-bir gəlirdilər, xəncəri qoyurdular, gedirdilər. Biri deyirdi, mənim anam xəstədir, biri deyirdi, babama baxan yoxdur, biri deyirdi, çocuğuma baxan yoxdur, biri deyirdi, mənim mallarım, mülküm qalıb, mən malımla dinə hizmət edəcəm, ağa məni bağışla ginən. Biri deyirdi, yəni özləri üçün din toxuyurdular, bir-bir. Və bu dövran həp belədir, bu dövran dəyişmir, bu dövran bugün də belə gedir. Baxın, bu günləri haqq cəbhəsinə yardım etməyən kimlərdir? Yəni, üst səviyyədə deyirəm, üst şeydə deyirəm, vazifələrdə. Hamısı milyarder, trilyoner. Keçənmirlər ki, zəngindir bu. Bunun arabası altındandır. Altın arabanı qoyub adam savaşa gedər. Olmaz ki. İndi onun gücü o qədərdir. Hər kəs də öz gücü qədər buna diqqət etməlidir ki, ayrılsın bu şeylərdən, gəlsin İmam Hüseyin qarşısına. Bu 10 gün bunun üçündür ki, 11 ay, 20 gündə bunlar həll olmalıdır.
Mənim həyatımda var bu 11 ay 20 gün. Yoxdursa Allah mənə yardım eləsin. Nə qədər imam gəlməyib Allah mənə yardım eləsin. Çox zordur. 11 ay 20 gün baxaq həyatımıza. 10 günlük halımız var. Bir qardaş var burada hep məndən sorur. Nəyə görə deyir biz camidə olanda İmam Hüseyin məclisində sinə vururuq, ağlayırıq. Günahlar ağlımıza gəlmir. Amma bu 10 gündən sonra görsən hər bir yerdədir. Cami ağlına gəlmir bazılarına. Biz düşünmürlər cami haqqında ki, belə bir hökm var, namaz var, oruc var. Axı İmam Hüseyin ağa nə üçün şəhid oldu? Dedi ki, mən uhibbus salat. Mən namazı sevirəm. İmam Hüseyin ağa Peyğəmbərin balası olduğuna görə biz üçün yalnız əziz deyil, imam olduğuna görə bizim üçün əzizdir ki, onun hökmləri həyatımıza gəlsin. 11 ay 20 gün. Bu 10 gün üçün hamı Hüseyin deyir. Həzrət Hüseynin adı olan yerdə, yazılı olan yerdə, onun üçün mərsiyə oxunan yerdə özümüzü sınamayaq sadəcə. Burada sinə vura-vura kim naməhrəmlə görüşməyi ağlına gətirər? Kim özür dilərim zina ağlına gətirər? Kimsə. Bu 10 günü ki sinəmizə vurduq, aklımıza saldıq, çıxandan sonra görək, qaldı yoxsa yox. Əgər qaldısa xoş halımıza. Qalmadısa faydası yoxdur, getdi. Qalmadısa faydası yoxdur. İmam Hüseyin ağa xütbəsində buyurur: Allahümmə innəkə təələm. İlahi, ya Rabbəl aləmin, sən bilirsən ha. İnnəhu ləm yəkun mə kânə minnə tənafusan fi sultanin. Sən bilirsən ki, bizdən olan bu iş hakimiyyət üçün, səltənət uğrunda yarışmaq üçün deyil. Sən bilirsən, ilahi. Mən səltənət üçün geçsəm 6 aylığı niyə aparıram? Səltənət üçün geçsəm Həzrəti Zeynəbi niyə aparıram Kərbəlaya? Səltənət üçün deyil. Və lə iltimasən min fudulil hutam. Və dünya malının artıq və geçici payını istəmək də deyil bizim hədəfimiz. Dünya malı deyil bizim dərdimiz. İlahi, mən neynirəm dünya malını? Mən ahirəti tanımışam. Buyurur ki, وَلَكِنْ لِنَرَ الْمَعَالِمَ مِنْ دِينِكِ. Mən istəyirəm sənin dinivin nişanələrini ortaya çıxaram. Demək, İmam Hüseyin ağanın dərdi nədir? Din dərdidir. İstəyir dinin nişanələri aşkar olsun. Din bəlli olsun, namaz bəlli olsun, oruc bəlli olsun, insanlıq bəlli olsun. Və nuzhirəl islahə fi biladik. Mən istəyirəm sənin şəhərlərində insanlar islah, salihlik zahir olsun. İnsanlar batıla doğru getməsinlər. İnsanlar həyatı gül-çiçək olsun. Allah deyən gül-çiçək olsun. Mən bunun üçün gəlmişəm. İstəyirəm insanlar ayılsınlar. Hətta Əli Əsqərimi qurban verməklə olsa belə. Hətta Əli Əkbərimi də qurban verirəm. Niyə? Sən namazı saxlayasan, sən orucu saxlayasan, sən dini saxlayasan, sən bunu anlayasan. Əgər bunlar olmasa, demək ki, İmam Hüseyin ağanın bu işi mənə fayda verməyib elə. Və yə'mənul məzlumunə min ibadik. Sənin bəndələrindən olan məzlumlar əmniyyətdə olsunlar. Məzlumların haqqı tapdalanmasın. Və yu'məlu bi fəraidikə və sünnətikə və əhkamikə. Bunun üçün qiyam elədim ki, sənin vacibləri və əməl olunsun. Sənin sünnəti və əməl olunsun. Sənin hökmlərin bərpa olsun. Sənin hökmlərin bərpa olsun. İlahi, mənim məqsadım budur. Bu üçün saxlayaq yadımızda. İmam Hüseyin ağa qiyam elədi ki, vacibatlar qalsın. İlahi sünnətlər yaşasın. Şeytani sünnətlər gəlməsin həyatımıza. Və Allahın hökmləri qalsın. Allahın hökmləri sokağın ortasında çiğnənilməsin. Allahın hökmləri müminlər tapdamasınlar, əzməsinlər. Bunun üçün İmam Hüseyin ağa qiyam elədi. Bu məsələdə zorluq olarmı? Bizim üçün qolaydı-mı? Hayır. Buyurur ki İmam Baqir əleyhissalam: İnnəllâhe izâ əhabbə abdən gətəhu bil bəlâi gətdən.
Allah bir bəndəsini sevərsə, onu bəlalara qərq eləyər. Onu zorluqlara qərq eləyər. Bu bəlalardan biri nə idi? Kərbəla vaqiəsi. Kərbəla vaqiəsi idi ki, onlar ki istədilər dini yaşatsınlar, başdan ayağa bəla ilə yaşadılar. Zülümlə yaşadılar. Xanım Zeynəb salamullahi əleyhanı əsirlərlə birlikdə götürdülər, gətirdilər Küfəyə. Orada o əzablar yetmədi, yola düşdülər Şama. Şam nə Şam? Küfəlilər yenə tanıyırdılar. Küfəlilər yenə də bayram eləmirdilər Kərbəlanın bəlası. Deyir, girdik Şama, gördük Allah, divarlar hepsi süslənib. Oynayırlar, çalırlar, şərab içirlər sokaklarda. Dedilər, nə olub? Dedilər, dinin düşmənlərin Kərbəlada məğlub eləyiblər, bayram eləyirik. Dinin düşmənlərin Kərbəlada məğlub eləyiblər, bayram eləyirik. Düşünün, bir yerə gedir ailəviz ki, orada heç bir hörməti qorunmayacaq. Əsirlərin hamısını bağladılar zəncirə. Ən öndə də İmam Səccad əleyhisselam idi. İmam Səccad ağanı mindirmişdilər bir dənə lüt dəvəyə. Əsirlərin əlinə bağlanan zənciri bağlanmışdılar ağanın boğazına. Dəvədən sürüşürdü, uşaqlar qışqırırdılar. Vay o gündən biri yıxılırdı, ağa dəvədən baş üstə düşürdü yer. Ağanın əllərini də bağlamışdılar boynuna. Hər yıxılanda daha özün qoruya bilmir. Gəldilər Şamın küçələrinə. Dedilər ki, Şamın ən məşhur sokağı, darvazası nərədir? Sınırı nərədir? Oradan gətirin əsirləri. Gördülər Şam nə Şam? Hamısı oynayırlar, özləri üçün musiqi çalırlar, özləri üçün bayram keçirirlər, süsləniblər. Gəldilər bir-bir, çıxmışdılar damların üstünə, deyirdilər, hər kim bunlara bir ateş atsa savabı var. Yandırırdılar, ateşi atırdılar çocukların üstünə. Yandırırdılar, çöplərini götürürdülər, atırdılar bunların üstünə. Gəldilər Məlun Yezidin sarayına. Gəldilər Məlun Yezidin sarayına. Yezid taxtı qurmuşdu. Düşünün, xanım Zeynəb kimi bir insan, İmam-ı Səccad ağa kimi biri, körpə balalar, hamısını düzdülər sarayın həyətinə, bahçəsinə. Hepsi gəliblər tamaşaya ki, şadlıq eləyirlər. Çocuklar deyir, Bibican, axı biz neynəmişik ki, bunlar niyə şadlıq eləyirlər? Bizim günahımız nədir? Xanım Zeynəb səlamullah əleyha dözmədi buna. Qəlbi dözmədi buna. Gördü balalara zülm eləyirlər. Bunların çocukları gəlirlər xanım Rüqəyyəyə gülürlər. O da hər dəqiqə gəlir bibinin yanına. Bibican, bizim heç kimimiz yoxdur burada, bizə yardım eləsin. Xanım Zeynəb durdu ayağa, dedi, yəbənə tüləqa, azad olmuşların oğlanları. Yezid, məlun Yezid, sən bilirsən neyniyirsən? Öz qadınlarını və cariyələrini pərdə arxasında saxlamısan. Peyğəmbərin namuslarını qoymusan naməhrəmlərin qarşısında. Sən bilirsən neyniyirsən? Onların örtüklərini yırtmısan. Hamısı naməhrəmlərin qarşısında başı açıq qalıblar. Amma öz namusunu pərdə arxasında saxlayırsan.